Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. Aktyor bugün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında məşq zamanı qəfil infarkt keçirib. Məlumata görə əməkdar artist məşq zalında müvazinətini itirərək yıxılıb. Onun yaxınlığındakı şəxslər dərhal kömək etməyə çalışaraq ürək masajı ediblər. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının səylərinə baxmayaraq 49 yaşlı sənətkarın həyatını xilas etmək mümkün olmayıb. Təbib də Cabir İmanovun ölümü ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, 29.09.2025-ci il tarixində saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun səhhətinin pisləşməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də təcili tibbi yardım briqadası tərəfindən əməkdar artistin həkimə qədər ölüm faktı qeydə alınıb. Cabir İmanov uzun illər teatr və televiziya tamaşaçılarının rəğbətini qazanmış istedadlı aktyor kimi tanınıb. Onun vaxtsız vəfatı Azərbaycan mədəniyyətinə ağır itki kimi dəyərləndirilir. Bəs hamının yaddaşında məhəllənin elişi kimi qalan Cabir İmanov kim idi? O 22 iyun 1976-cı ildə Bakıda anadan olub. Atası Amiyanın müxbir üzvü, iqtisad elmləri doktoru Qorxmaz İmanov, babası isə məşhur xalq artisti bəstəkar Süleyman Ələsgərovdur. Cabir İmanov 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997-1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. 1999-2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyərək polis polkovnik leytenantı rütbəsinə qədər yüksəlib. DTX-nın Mədəniyyət Mərkəzinin rəisi idi. 1992-2001-ci illərdə Parni iz Baku KVN komandasının üzvü olub. 2001-ci ildən Planet Parni iz Baku KVN teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixində Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb. 16 oktyabr 2021-ci il tarixində Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə tərəqqi medalı ilə təltif olunub. Ailəli idi. 4 övladı var. O, aktyor Tahir İmanovun qardaşı idi. Tanınmış aktyorun vəfatı sənət ictimaiyyətində dərin kədər doğurub. Onu sevənlər və tamaşaçılar sosial şəbəkələrdə xatirələrini bölüşərək sənətkarın Azərbaycan mədəniyyətindəki yerini vurğulayırlar. İmanov qardaşlarının ssenari müəllifi olduğu məşhur məhəllə filmlərində onlarla birgə çalışan əməkdar artist Kübra Əliyeva həmkarı Cabir İmanovun ölümü ilə bağlı danışarkən deyib ki, mərhumun heç bir xəstəliyi olmayıb. Mən eşidəndə ki, Cabir infarktdan vəfat edib, çaşdım. Onun səhhətində heç bir problem yox idi. Cavan adam idi. Onun nə yaşı var idi axı? Cabirin dayısı da belə qəfil infarktdan rəhmətə getmişdi. Düz 11 il biz birlikdə çalışmışıq. O qədər gözəl insan idi ki, çox üzüldüm. Xalq artisti Alim Qasımov Cabir İmanovla fotolarını yayımlayaraq bunları yazıb. Hər kəsin üzündə gülüş yaradan qəlbi gözəl sənətkar Cabir qardaşımız. Çox tez köçdün bu dünyadan. Allah sənə rəhmət eləsin. Nurlar içində yat. Qəlbimizdə, səhnəmizdə hər zaman yerin görsənəcək. Əməkdar artist Abbas Bağırov mərhum aktyorla şəkillərinə kaş bu xəbər doğru olmayardı. Cabir, Allah sənə rəhmət eləsin. Sən yaxşı insan, yaxşı dost idin, deyə yazıb. Aparıcı Leyla Quliyeva isə bu sənin ən pis zarafatın oldu, Cabir, deyə paylaşımında bildirib. Mediadan maraq doğuran məlumatlardan biri isə onun Bakılı Oğlanlar Şən və Hazır Cavablar komandasının rəhbəri Anar Məmmədxanovun ölümü ilə müqayisəsidir. Belə ki, Cabir İmanov Bakılı Oğlanlar Şən və Hazır Cavablar komandasının üzvü kimi səhnəyə çıxmışdı. Bu komandaya mərhum Anar Məmmədxanov rəhbərlik edirdi. Cabir İmanovun ölümü Anar Məmmədxanovun dünyadan vaxtsız köçməsini xatırladır. Anar Məmmədxanov 2011-ci ilin 23 aprel günü vəfat edib. Onun ölüm səbəbi kimi ürək çatışmazlığı göstərilirdi. Anar Məmmədxanov evində olarkən halı pisləşib və həyatını itirib. Cabir İmanovla Anar Məmmədxanovun taleyindəki bu oxşarlıq qəfil ölüm xüsusilə diqqət çəkir.
Qeyd etdiyimiz kimi, Cabir İmanovun qəfil ölümü cəmiyyətdə böyük sarsıntı yaradıb. Kifayət qədər sağlam, gənc olmasına rəğmən vəfat etməsi onu sevən hər kəsi məyus edib. Allah rəhmət eləsin.